Niyə bir anda yıxıldın? Axı hər şey çox yaxşı gedirdi. Çox yaxşı deyildi. Sadəcə mən elə davranırdım. Bəs onda mesajlarımı oxuyurdun, bir dəfə olsun cavab verə bilməzdin. Üzləşmək mənə çətin gəldi. Adətən vaxtında hər şeyi açıq danışıb üzləşməkdən qaçıram. Sonra araya zaman girdikcə bir cavab vermək mənə çox yük olur, ağır gəlir. Sənin üçün mənim heç bir dəyərim yox idi. Heç vaxtmı olmadı? Yəni səncə mən buna layiq deyildim? Sən layiq idin. Məsələ sənin dəyərsizliyin deyildi, mənim yetərsizliyim idi. Bunu etiraf edə bilməzdim. Vidalaşmaq üçün də insanın müəyyən bir məsuliyyət hissi olmalıdır. Axı o məsuliyyət məndə yoxdur. Həyatında bir başqası var idi. Bəzən kimsə var idi, bəzən kimlərsə var idi, bəzənsə heç kim yox idi, sadəcə özüm idim. Mən özümlə baş-başa qalmaq istəyirdim. Yaxşı, mənə bir cavab yaza bilmirsən. Storylərimə niyə baxırsan? Bilmək istəyirəm ki, nələri qaçırmışam. Həyatında hələ də yerim varmı? Əslində həyatında olmaq istəmirəm, amma tamamilə də çıxmağa hazır deyiləm. Mənə gələcəklə bağlı o qədər vədlər verdin, o qədər planlar danışdın. Səni kim məcbur eləmişdi ki buna? Axı buna heç ehtiyac yox idi. Bu ümidverici vədləri niyə verirdin? O anki hisslərim yalan deyildi ki. O an yaratdığım illüziyaya mən də özüm də inanmışdım. Amma həqiqətin yükü ağır gəldi. Mən onu daşıya bilməzdim. Mən günlərlə, aylarla oturub düşündüm ki, görəsən mən nəyi səhv eləmişəm? Harda səhvə yol vermişəm? Nəyə razılaşmalıydım, nəyə boyun əyməliydim? Sən niyə getdiyini, günahını həmişə özümdə bildim. Sənin heç bir səhvin yox idi. Səhvin olsaydı belə məsələ bu deyildi. Səni kifayət qədər sevə bilsəydim, səhvlərini də keçərdim. Əksinə, sən əlçatan olduqca, hər şeyə razılaşdıqca mən daha da uzaqlaşdım. Məni heç mi düşünmədin bu hərəkətin məndə nə qədər dərin yaralar aça bilərdi? Mən yenə də düşünürəm ki, sən yenə də açıq danışıb elə ayrılmalıydın. Bunları düşündüm. Amma nə qədər inciyəcəyini görmək istəmədim. Məni sevdiyini anladım. Sənin duyğuların mənim vicdanıma ağır yük olardı. Özümü pis hiss etməmək üçün onları yox saydım. Belə mənim üçün daha rahatdır. Bu qədər zaman sonra öz səssizliyinin məndə qoyduğu izləri görsən, özünü necə hiss edərsən? Razı qalarsan bu hərəkətinlə? Yox, razı qalmaram. Çünki sənə baxanda sənlə üzləşmirəm axı. Sənə baxanda öz qorxularımla üzləşirəm. Bu isə məndə utanc hissi yaradır. Mən utanmaq hissini də sevmirəm. Ona görə üzləşməyi də sevmirəm. Üzrxahlıq etməyi də sevmirəm. Yenə geri dönəcəksən, bir gün yenə mənə yazmaq ehtimalın var. Bir boşluq anında, bədbin hiss etdiyim bir anda bəlkə də hə, geri dönəcəm. Sənə darıxdığım üçün deyil, səndəki yerimi bilmək üçün, özümü sənin vasitənlə dəyərli hiss edə bilmək üçün, egomu bəsləmək üçün bəzən geri dönəcəm.